Hər kəsə salam. 20-ci sualı bu gün sizlər üçün izah edəcəm. Deməli, gəlin baxaq suala. Bizdən yanlış variantı seçməyimizi istəyir. Choose the wrong variant. Deməli, A variantında stop feilindən sonra ing görürük. Biz bilirik ki, stop feilindən sonra feillər iki cür gələ bilər. Ya ing'li feillər, ya da to'lu feillər. Və burada məna dəyişir. Stop, bir dəqiqə. Stop, ing. Deməli, stop bildiyimiz kimi dayanmaqdır. Prosesi dayandırmaq deməkdir. Prosesi dayandırmaq. Stop to isə nə isə etmək məqsədilə dayanmaq deməkdir. Stop to. Gəlin baxaq cümləmizə görə hansı mənadadır. She stopped crying when her father came home. Atası evə gələndə, bilirik ki, when sual cümləsində işlənməyibsə, anda əndə kimi tərcümə olunur. O ağlamağı deməli dayandırdı. Burada ağlamaq üçün dayanmır, düzdürmü? Məqsəd yoxdur. Proses var. Ağlayır, həmin o prosesi dayandırır. Deməli variantımız düzdür. Stop ing prosesi dayandırmaq. B variantı remember ing. Rememberdən sonra da ing və ya to gələ bilər. Remember ing deməli etdiyim bir şey xatırlamaqdır. Remember to isə indən sonra edəcəyim bir şey xatırlamaqdır. Və cümləmizin digər tərəfi keçmişdir. I remember locking the door before I went out. Yəni çölə çıxmadan əvvəl qapını kilitlədiyimi xatırlayıram. Keçmişdə etmişəm, etdiyim bir şey xatırlayıram. Remember ing. Gəlin baxaq indi C-yə. Forgot ing deməli etdiyim bir şeyi unutmaqdır. Forgot to isə bir şey etməyi unutmaqdır. Deməli biz buna nəzər salsaq görərik ki, burada biz forgot ing yox, forgot to yazmalıyıq. Yəni o unutdu. Deməli, biz biletləri gətirməyi unutduq, buna görə də evə geri qayıtdıq. Yəni biletləri gətirdiyini unutmur. Bileti ümumiyyətlə gətirməyibdir, eləmədiyi bir şeydir. Yəni bir hadisə eləmək adından çıxıbdır. Bu zaman olacaq to. Amma forgot ing o deməkdir ki, mən bir şey eləmişəm, o hərəkət elədiyimi unutmuşam. Buna görə burada düzgün cavabımız C-dir. Çünki mən bileti gətirmədiyimə görə evə qayıtdım. Bileti gətirməyi unutduğum üçün də, prosesi unutduğum üçün də forgot to yazmalıydım. D variantına baxaq. Try to, try ing. Try to deməli nə isə cəhd etməkdir. Try ing bir yoxlasına. Deyir o qutunu qaldırmağa cəhd etdi, lakin bu olduqca ağır idi. Yəni cəhd etdi, çalışdı. O zaman try to düzdür. E-də isə regret ing nə isə görə təəssüf hissi keçirmək. Regret to isə nə isə formada xəbər verməkdir. Yəni artıq mən etdiyim bir şey üçün təəssüf hissi keçirdimsə, deyir mən uşaqlarla belə səbəbsiz davrandığım üçün, olduğum üçün üzr, məyusam, üzgünəm, təəssüf hissi keçirdim. Elə bu zaman E-də düz olacaq. Yəni regret ing olacaq. Daha çox izahlar üçün kanalımı izləməyi unutmayın. Sağ olun.